Uşaqlarda qusma. Qusma nədən irəli gəlir? Bəzən bu yeni doğmuşlarda ola bilir, bəzən böyüdükcə uşaqlarda olur. Ümumiyyətlə, mədə ilə qida borusu arasında klapan var. Qidanı udduqdan sonra mədəyə keçir və klapan bağlanmalıdır. Mədə yığılanda geri qayıtmaz. Bu klapan 6 ayına qədər uşaqlarda zəif olur və fizioloji olaraq qusma halı baş verir ki, hər uşaq qidalanandan sonra qidanın bir hissəsini geri qaytara bilir. 6 aydan sonra diafraqmal əzələlərin möhkəmlənməsi və qida borusu klapan bağlanması nəticəsində bu problem aradan qalxır. Əgər qusma qalarsa, bu artıq qastroezofageal reflüks deyirik. Yəni mədənin girişində, qida borusunun çıxışında klapan zəif olduğuna görə qidanın geri qayıtması. Bu halların 90%-i konservativ müalicə ilə aradan qalxır. Aradan qalxmayan hansı ki qusmalar artıq daha çox reflüks olan xəstələrdə cərrahi müdaxilə ilə aradan qaldırılır ki, Nissen dediyimiz fundoaplikasiya mədənin özündən qida borusu ətrafında bir manjet yaradırıq ki, və nəticə etibarilə bu klapan funksiyasını yerinə yetirir və qidanın geri qayıtmasının qarşısını alır. Bu xəstələr qan azlığı, halsızlıq, çəki itkisi və çəkilə ala bilməməsi kaxeksik halda görünürlər və valideynlər diqqətli olsunlar. Əgər dərman müalicəsi tabe olmursa, mütləq uşaq cərrahi ilə bir konsultasiya etsinlər. Təşəkkür edirik.